Zarina, buyur. Salam aleyküm Zaur müəllim. Sağ ol. Zaur müəllim, mən buraya bir mesaj göndərmək istəyirəm. Şabrand rayonu Xırdoymaq kəntinə, Fərəcə, Asaf Fərəc Zəki oğlu. Eşitsin məni, yaxşı-yaxşı, axırıncı dəfə mən sənə deyirəm Fərəc. Burada olan iştirakçılara canlısına girirsənsə, gir. Öz haqqında danış. Öz ətrafında olanlardan danışma. Mən sən ətrafında deyiləm. Sən mənə damca orada bir kişi kimi yox, qadın kimi oturursan, qeybət qırırsan. Mən səni qurtarmışam. Nə Zaur Baxşəliyevin adı çəkməginə orada, nə mənim adımı çəkməginə. Öz problemim varsa öz problemimdən danış yine. Mənim adımı çəkmə. Başım ağrıyacaq, möhkəm ağrıyacaq. Aydın, Zarina, hər halda hər şeyin bir hüquqi yolu var, özünüz onları yaxşı bilirsiniz. Yeri gəlmişkən sənin məhkəmənə gələk, yəni mənim üçün müsaadəsi önəmli olan sənin ayın 29-unda məhkəmən olacaq. Bunun üçün nə proseslər gedir, Əkbər bəylə danışırsınızmı, nələr olur, nələr gedir? Bəli, Zaur müəllim, birinci məhkəməmiz oldu, şükür Allaha, çox yaxşı keçdi. İndi ikinci məhkəməmiz olacaq bu ayın 29-u. Ayın 29-unda. Bəli. Sadəcə mənə bir kağız veriblər, yəni dokument veriblər mənə. O dokument Azərbaycan ilə tərcümə olunmalıdır. Azərbaycanlı onu mən bilmirdim də. Mən bilsəydim onu tərcümə elətdirdin mi onu? İndi bugün Hasan xidmətə gedəcəkdi, daha gedə bilmədik Asimanla deyənə. Sabah gedin, sabah tərcümə elətdirin. Sabah mütləq gedəcəyik. Mütləq tərcümə elətdirin, çünki o sənət çox vacib sənətdir, lazımdır. Bəli, əsas onun sənətidir. Onun üçün nə lazımsa Elçin bəyə deyin, zəhmət olmasa onu sabah tərcümə elətdirin. Çünki o ayın 29-unda məhkəmədə çox lazım olacaqdır sizə. Ora təqdim olunmalıdır, müəyyən qurumlara təqdim edilməlidir. Mən burada təşəkkürümü bildirirəm sizə, sizin komandanızda bir Əkbər müəllimə. Çox sağ olun, təşəkkür edin. İnşallah xeyirlisi. Allahın köməkliyi ilə bu həll olunacaqdır bu məsələ. Mənə bu saat vacib olan sizin o məsələn. Çünki baxın, mən həkimə göndərirəm əməliyyat olunmağa ki, burnunda nəfəs almasında və əyrilik var və nəfəs olunmasına. Həkim qəbul eləmir ki, şəxsiyyət vəsiqəsi yoxdur. Adamın ciddi bir problem olur, şəxsiyyət vəsiqəsi yoxdur. Harasa getməlidir, işə girməlidir, şəxsiyyət vəsiqəsi yoxdur. Yəni bu adamın bu saat sənin bu saat ən böyük problemi sənin şəxsiyyət vəsiqənin olmamağıdır. Zaur müəllim, mənim öz problemim var da. Bilirsən ki, ayrılmışam da, mənim öz problemim. Mən bura kefə gəlmirəm ki, mən bura... Niyə ki, heç biri bura kefə görə gəlmir? Kiminsə neyəsə ihtiyacı var, köməyə lazımdır ki, gəlir sizin qapınızı açıb girir bura. Bəli. Mən bura tanımırdım ki, Fərəc. Sən tanıtdırdın, mən gəldim. Zaur müəllim sənə mecbur demir ki, gəl gedib Zarinanı tapım. Sən gəldin, mecbur elədin. Zaur müəllim tapdı, verdi. Mən uşağa deyirəm ki, versin sənə qoltuğun altına parası var. Ayrıldı, qutardı. Vəsə, nə istəyirsən məndən? Zəynə xanım, sadəcə siz deyirsiniz ki, buraya heç kəs kefə gəlməyib. Kefə gəlməmisiniz. İndi özünüzə şamil eləməyin. Bunu mən... Amma siz də bəzən olursunuz bir çox söhbətlərin içində. Və gəlirsiniz, probleminizi deyirsiniz. Adı çıxadı, canı çıxsa yaxşıdır. Sonra burada Santa Barbara serialı çevrilir. Uzandıqca gedir, qəhrəmanlar çoxalır, evliliklər, ayrılıqlar, qeybətlər.